aydın ey ana vətən, şəhidlərin batmadı qanı. Sefer çaldın bu savaştan sen, Qalib adım gəzdi cahanı, uca dağlar boyandı nura. Körpülar nəğmə söyləyir, Yollar boyu açıldı günlər, ay ulduzlu bayraqlar qoşar. xar bülbül qalxıbdı təzə tər. Bayram edir cəng ilə susar. 8 ноября 2020 года была освобождена жемчужина Карабах, город Шушар. 10 ноября президент Ильхам Алиев объявил о победе. Отечественной войны 8 ноября азербайджанский народ будет отмечать День Победы. Карабах Азербайджан'dır. Ucalsın bayrağım. Sen ucal ki həmişə qələbə bizim olsun. Sen ucal ki həmişə əsgərlər güclü olsun. Bayrağım sen ucal ki xalqın qüruru olsun. Qarabağ bizimdir, Qarabağ Azərbaycan. Astavasın otoba, orada şəhid nəvəsi var. Qan qarışmış o palçığa, sənin şəhid həvəsi var. Шахиды не умирают, Родина неделима, Карабах наш всегда будет нашим. И мальчикам поклониться хочу, вы не станете старше, зажигая свечу. Небо кажется низким, я смотрю, молчу. Как понимаю, а близкие зажигая свечу. Yaşar şahit çok yaşar, yararsız zafer sana. Alkış münçara alkış, zaferi bəxş edəlir. Şəhid anası, mən də sənin bir balan, olmamışam qəhrəman, Şah Kəlbəcər alan. Salam şəhid atası, sən necə gürülüsən, dağ boyda olun gedib, sən yenə də düz durursan. Мы за что Первой войны, чтобы маму утром улыбались, чтоб дети всей нашей страны свой войны нисколько не боялись. Днем победы, мира, всем добра. День пусть будет светлым и чудесным. Пусть течет весенняя пора, пусть звучит наш смех и наши песни. milletimiz hak yolcusu, hakkınızı